Salam dostlar, xoş gəlmisiniz. Bugün 16 yanvardır və ulduzlar bürclər üçün hansı mesajları verir? İndi birlikdə baxırıq. Kanala abunə olun və videonu bəyənin ki, gündəlik bürclərdən xəbərdar olasınız. Zəhmət olmasa like edin. Qoç. Bugün enerjiniz yüksəkdir, amma tələskən qərarlardan uzaq durun. İş həyatında yeni təklif və ya gözlənilməz tapşırıq çıxa bilər. Maddi məsələlərdə risk etməyin. Sevgi həyatında isə açıq danışmaq münasibətləri möhkəmləndirəcək. Axşam saatları dincəlmək üçün idealdır. Buğa. 16 yanvar səbrinizi sınaya bilər. Xüsusilə iş yerində gecikmələr və anlaşılmazlıqlar mümkündür. Əsəblərinizi idarə edin, çünki hər şey sizin xeyrinizə yönələcək. Ailə içində xoş xəbər ala bilərsiniz. Maliyyə baxımından xırda qazanc görünür. Əkizlər. Bugün ünsiyyət ön plandadır. Yeni tanışlıqlar, görüşlər və telefon zəngləri sizi sevindirə bilər. İşlə bağlı gözlədiyiniz cavab gələ bilər. Sevgi həyatında keçmişdən biri yenidən gündəmə çıxa bilər. Düşünmədən qərar verməyin. Xərçəng. Duyğusal baxımdan həssas gündəsiniz. Kiçik sözlər belə sizə ağır gələ bilər. İşdə məsuliyyətiniz artır, amma nəticəsi müsbət olacaq. Maddi məsələlərdə qənaət etmək faydalıdır. Axşam ailə ilə vaxt keçirmək ruhunuzu rahatladacaq. Şir. Bugün diqqət mərkəzində olacaqsınız. Liderlik qabiliyyətiniz ön plana çıxır. İş və karyera sahəsində uğur qazanmaq şansınız yüksəkdir. Sevgi həyatında qısqanclıq mövzusu yarana bilər. Sakit olun və vəziyyəti böyütməyin. Qız. Detallara diqqət etdiyiniz bir gündür. Planlarınız istədiyiniz kimi gedə bilər. İşdə yeni məsuliyyətlər sizi qorxutmasın. Sağlamlığınıza diqqət edin, xüsusilə yuxusuz qalmayın. Sevgi həyatında isə sakit və sabit enerji var. Tərəzi. 16 yanvar balans tapmaq üçün əla gündür. Qararsız qaldığınız mövzularda artıq seçim etməlisiniz. İş həyatında əməkdaşlıq sizə uğur gətirəcək. Sevgi münasibətlərində romantik anlar yaşana bilər. Gözlənilməz mesaj sizi sevindirəcək. Əqrəb. Bugün daxili səsiniz çox güclüdür. Hissləriniz sizi düzgün istiqamətə aparacaq. İşdə gizli qalan bir məsələ üzə çıxa bilər. Maddi məsələlərdə ehtiyatlı olun. Sevgi həyatında ehtiras yüksəkdir, amma qısqanclıqdan uzaq durun. Ox atan. Macəra və dəyişiklik arzunuz artır. Yeni planlar qurmaq üçün uyğun gündür. İşlə bağlı səyahət və ya yer dəyişikliyi gündəmə gələ bilər. Sevgi həyatında dürüstlük önəmlidir. Axşam dostlarla görüş ruhunuza yaxşı təsir edəcək. Oğlaq. Məsuliyyətli və ciddi enerjidəsiniz. İşdə zəhmətinizin qarşılığını almağa yaxınsınız. Maddi baxımdan müsbət xəbər gələ bilər. Sevgi həyatında hisslərinizi ifadə etməkdə çətinlik çəkə bilərsiniz. Bir az açıq olun. Dolça. Bugün fərqli düşüncələrinizlə seçiləcəksiniz. Yaradıcılıq tələb edən işlərdə uğur var, sosial çevrədə adınızdan söz etdirə bilərsiniz. Sevgi həyatında sürpriz qarşılaşma mümkündür. Texnologiya ilə bağlı mövzular uğur gətirə bilər. Balıq. Hissləriniz güclüdür, intuisiya zirvədədir. Bugün gördüyünüz yuxular belə mesaj daşıya bilər. İşdə sakit və axıcı proses var, sevgi həyatında romantik anlar yaşanacaq. Özünüzə vaxt ayırmaq sizə çox yaxşı təsir edəcək.